Sən əgər mənə icazə verirsənsə, qoy mənə icazə verim, oxuyum istədiyim kimi, başa düşüm. Açdım, oxudum ki, Allah Taala cümə günü bizi cümə namazına çağırır. Quran bizi bu tək Quranla. Quran bizi çağırır. Eşad Mirzə, yox, orada o deyil, orada namaz deyil. Siz başa düşməmisiniz. Orada budur. Deməli, sənin dərdin tək Quranla getmək deyil vallahi. Sən insanları çağırırsan ki, ey insanlar, ey cəmaat, ey xalqımız, Quran mənim başa düşdüyüm kimi başa düşülməlidir. Əks halda səhvsiz hamımız. Və insanlar da çıxıb buna hə deyirlər. Müsəlmanlar özünə akademik, şair, nə bilim, filan adlı sanlı adamlar çıxıb buna hə deyirlər. Başa düşmürlər ki, Elşad kimi adamlar Qur'ana çağırmır. Qur'anı özü başa düşdüyü kimi başa düşməyə çağırır sizi. O yoxdur, bu yoxdur. Hamısı Qur'andadır. Qur'andadır hamısı. Filan şey etmə, filan şey etmək olmaz, filan şey edin. Mən oxudum, ərəb dilindədir, ərəb dilini öyrənmişəm, uşaqlıqdan. Hə? Lap sən, lap mən, lap hansınız olursa olun. Öyrənmişəm, oxuyuram, tək Quranla getmək istəyirəm. Bir dəfə hədis kitabına baxmamışam. Elşad deyir, yox. Diyan, mən deyim sənə, sən get. Qoymur səni. Niyə? Bəs Quranla getmək idisə, niyə vermir sən icazə? Deməli, məqsəd nədir? Məqsəd, Elşad kimi adamlar Qur'anı, fikir ver, təfsir kitabı yazıb. Tərcümə yazıb. Qur'anın tərcüməsi Elşad Miri. Sən demə, Allah eləməsin, əuzu billah. Elşada kimi o yaşayıb ölənlər var, Onlar nə oldu? Cəhənnəmli idamsın. Niyə? Elşadın tərcüməsi görməyiblər axı, qardaş. Görməyiblər. Gülürsünüz. Elşada kimi yaşayıb ölənlər bədbəxt oldular hamısı. 1400 il müsəlmanlar bədbəxt oldu hamısı. Elşadın tərcüməsini, bu izahlarını, bu bəyan etmələrini görməyib ölüblər, qardaşım. Yazıqların aqibəti necə olacaq? Subhanallah. Görməyiblər Elşadı. Bədbəxt oldular. Qur'anı oxuyub, başa düşüb ölüblər. Elşada çatmayıblar. Bədbəxt oldular. Əgər bu haqdırsa, belə şey olar, qardaş, hanı sənin əqlin, hanı insan, mən hərdən deyirəm, nəyinə fikirləşir, subhanallah. Mən başa düşdüm, adam zındıqdır, adam elədir. Sən necə qulaq asırsan buna? Necə insan harasından fikirləşir axı? Hanı əqil? Allah insana ağıl verir, neymətdir. Fərqlənirsən sən, digər məxluqlardan. Nəyinə fikirləşirsən sən, subhanallah? Yəni Allah eləməsin, yəni Elşada kimi hamı həlak oldu.